Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Belə bir suala baxalım. Deyir ki, kubun həcmi 8 metrin kubu olarsa, onun səthinin sahəsini tapdır. Uşaqlar, biz bilirik ki, kubun həcmi V bərabərdir A vur A'dır. Yəni, biz necə yazmışdıq? A kubu yazmışdıq. Və burada da həcmi 8-dir. Yəni, mən bunun yerini, bu V'nin yerini 8 yaza bilərəm. Mən burada nəyə baxmalıyım? Baxmalıyam ki, 3 dənə eyni ədədi bir-birinə vuranda nə zaman 8 eləyər? Məsələn, baxın, 2-ni 3 dəfə özünə vursam, cavab 8 alınarmı? Bəli, onda bizim kubun tili olacaq 2. Yəni, 2 metr olacaq. Tili tapdıq və yaxşı, səthinin sahəsini bəs necə tapırdıq? Biz bilirdik ki, S bərabərdir 6 vurulsun A kvadratı ilə. Və biz artıq A-nı tapmışıq. Gətirib yerinə yazsaq, 6 vurulsun 2'nin kvadratı olacaq. Yəni 6 vurulsun 2 vur 2. Buradan da hesabladığımız zaman cavabımız eləyəcək 24 A variantı. Bu tip videoların davamını gəlməsini istəyirsinizsə videoya bəyənib abunə olmağı unutmayın inşallah.